Salam uşaqlar, hər vaxtınız xeyir. Qrupa göndərdiyim testin izahına baxaq. Bu testlər 2022-dən 25-ci ilə kimi 11-ci sinif üzrə keçirilən buraxılış imtahanlarının qrammatika suallarıdır. Bizə deyir ki, nümunələrin birində feillə amonim ola bilən ədat işlənib. Demək istəyir ki, cümlədə ədat var və həmin ədatın amonim tayı feildir. Yəni bizdən bunu istəyir. Biz ədat tapacağıq cümlədən və həmin o ədat amonim olacaq feillə. Onların işinə lap diqqətlə bax. Burada bizim bir feilimiz, ədatımız var daha doğrusu. Da lapdır. Bu feillə amonim olmaz. Bu sizi çaşdırmasın. Bunun özü feildir. Bax sözünə nə et sualını verirəmsə bunun özü feildir. Hə, bu amonimdir, amma ədatla amonimdir. Bunun özü ədat deyil. Gəl o barədə sonra danışaq. Burada gəlin özü ədatdır. Əvvəldə işlənəndə, onu çıxaranda cümlədə məna etməyəcəksə, gəl ədatdır, gəl feili ilə amonimli olacaq. B-ni götürəcəyik. Gəlin axşam bizə imtahana hazırlaşaq. Gəlin nə edin? Hə, bu gəlin özü feildir. Burada yoxdur. Bunları götürdüyün yerə qoy. Nə et? Bunun özü də feildir, ədat deyil. Çalışın hamını bir gözlə görün. Burada birin özü ədatdır və bu sayla amonimdir. Feillə amonim deyil. Cavab olacaq nə variantı? Demək B variantı. 16-cı sual sintaktik təhlillə bağlıdır. Sintaktik təhlili yaxşı bilməliyik. Düşən suallardan biridir. Tikintisi 1901-ci ildə başa çatmış bu binada əsrin əvvəllərində Qızlar Gimnaziyası yerləşirdi. Birinci xəbərimizi tapırıq. Xəbərimizdən yola çıxıb mübtədamızı tapmağa çalışırıq. Yerləşirdi, nə yerləşirdi? Əsrin, yox, bir dəqiqə. Qızlar Gimnaziyası, əsrin sözünü görüb. Qızlar Gimnaziyası yerləşirdi. Harada yerləşirdi? Binada yerləşirdi. Hansı binada? Bu binada. Bu təyini binada sözünü izah edir, zərfliyini izah edir. Bu təyinini də tikintisi 1901-ci ildə başa çatmış, feil sifət tərkibi ilə ifadə olunmuş təyin onu izah etmiş olur. Yəni qeyri-həmciz təyin var burada. Nə zaman yerləşirdi? Əsrin əvvəllərində. Baxın, yəli hal, mənsubiyyəti, 3-cü növ təyin sözü birləşməsi, Qızlar Gimnaziyası, 2-ci növ təyin söz birləşməsi parçalanmır. Mış var, feili sifətdir. Hamısını bir yerdə birləşdirdi, tərkib əmələ gətirdi. Deməli, burada nə olacaq? Zərfli, daha doğrusu təyin, təyin. Təyin, təyinlə başlayan 2 dənədir. Sonra binada zərflik, zərflik. Cavab olacaq D variantı. Düzəltmə isimlərdən biri isimdən yaranıb. Uşaqlar, yaranıb, düzəlib deyəndə nə edəcəksiniz? Sonuncu leksikdən əvvələ baxacaqsınız. Sonuncu leksikdən əvvəl. Əvvəl. Baxırıq, deməli, ayrılıq, xəzinə, xəzinədar, sənəd, sənədləşmək, sənədləşmə olar, çağırmaqdan çağırış, sabitdən sabitlik. İsim olacaq, isimlərdən yaranacaq. Sənədləşmə sözü düzəltmə ola bilər. Sənədləşmə, bu inkar düşünə də bilər, amma isim olacaq. Bu çağırmaqdan yaranıb ayrı sifətindən, sabit necə sifətdən, sənədləşmək feilindən yaranıb, sonuncu leksikdən əvvələ baxırıq. Xəzinə ismindən xəzinədar, B variantı. Cümlələrdən birində mübtədanın əlavəsi işlənmişdir. Yaradıcı adamlar gördükləri və eşitdikləri haqqında qeyd aparırlar. Burada ümumiyyətlə əlavə yoxdur. Əlavə ya tre ilə ayrılır, ya vergül yəni ilə ayrılır, ya da sadəcə vergüllə ayrılır. Biz ora yəni artıra bilirik. Meydana yığışmış gənclər Azərbaycanın mərd övladları birlik nümayiş etdirdilər. Nümayiş etdirdilər nəyi birliyi? Kim nümayiş etdirdi gənclər? Yəni kim? Azərbaycanın övladları. Baxın, gənclər nümayiş etdirdilər, oldu mübtəda. Bunun da izah edən Azərbaycanın övladları birləşməklə ifadə olunmuş əlavədir. Cavab olur B variantı. Gəmi ağır yüklü qatarlardan başqa 300-ədək sərnişin və fəhlə dənizçi də götürdü. Sərnişini götürdü, fəhləni və dənizçini götürdü. Burada təsirli haldadır, qeyri-müəyyən təsirli haldadır və bunlar tamamlığın əlavəsidir. Yarışda fərqlənənlərə Tahir və Köçəriyə də
Mükafat verilir kimə? Fərqlənənlər, yəni burada tamamlığın əlavəsidir. Şirəli dayı yenə də öz işi ilə, yəni əkim nə ilə? Öz işi ilə, yəni əkim biçinlə tamamlığın əlavəsidir. Verilmiş cümlələrdə mübtədanın ifadə vasitəsilə bağlı uyğunluğu müəyyən edəcəyi isim, əvəzi, ism birləşmə, fe'li birləşmə. Dağdan axıb gələn suların şırıltısı Güləsəri məst eləmişdi. Məst eləmişdi. Nə məst eləmişdi? Suların şırıltısı. İsmin birləşmə 3-ə gedəcək. Nə variantı? 3-ə getdi, A variantı. 3-ə gedən A variantı da hardadır? Bunu silirik, bunu silirik, bunlar qalır. Atlı və piyada sərhədçilərin bizim balaca qəsəbəmizdə qalmaqlarının səbəbini də biz indi anlamaqdaydı. Anlamaqdaydı kim? Biz. Bu nədir? Əvəzlik. Əvəzi ilə ifadə olunub. 2-yə gedəcək B. 2-yə B bunlardan hansındadır? 2-yə B bunlardan B variantındadır. 1-ə də, yəni cavabımız olacaq B. Daha digərlərinə də özünüz baxacaqsınız, uyğunlaşdıracaqsınız. Cümlələrin birinin mübtədası məstər tərkibi ilə ifadə olunmuşdur. Muradın mahnı oxumaqdan xoşu gəlir. Baxın uşaqlar, burada Muradın yiyəlikdir. Xoşu gəlir frazeoloji birləşmədir. Bu yiyəliyin mənsubiyyəti frazemdədir. Gətirəcəksiniz, birləşdirəcəksiniz, Muradın xoşu gəlir. Nə olacaq? Hamısı bir yerdə, xəbərdə getmiş olacaq. Bu şəxsiz cümlədir. Burada mübtəda yoxdur. Akademiyanın tələbəsi olmaq gənc Cəlalın arzusudur. Cəlalın arzusudur. Hansı Cəlalın gənc? Nə? Akademiyanın tələbəsi olmaq. Deməli, məstər tərkibi elə budur. Tələbələrə məqalə yazmağı elmi rəhbərləri tapşırmışdı. Tapşırmışdı kim? Rəhbərləri. Hansı rəhbərləri? Daha doğrusu elmi rəhbərləri, onların rəhbərləri. Burada təyin olacaq bu. Tələbələrə tapşırmışdı. Kimə tələbələrə? Nəyi? Məqalə yazmağı tapşırmışdı. Zəhra, Rəna və Sevincin məqsədi tələbə olmaqdır. Tələbə olmaqdır nə? Zəhra, Rəna və Sevincin məqsədi yox. Dincəlmək insanın sağlamlığına təsir edir. Necə? Müsbət. Nə tərzdə? Nəyə? İnsanın sağlamlığına nə? Dincəlmək. Məstər tərkibi deyil. Cavab B-dir. Burada cavab B-dir. Burada cavab B-dir. Nə qədər B çıxdı burada? Tamamlıq işlənmiş əmr cümləsini müəyyən edin. Uşaqlar, əmr cümləsi deyəndə sonunda nöqtə olacaq və xəbəri feilin əmr şəklində olacaq. Burada baxdığınız zaman var, xəbər şəklindədir, nəqli olar. Malı, məli, vacib şəklindədir, olmaz. Tövrətdə D var, zamandır, əmr şəklində deyil, olmaz. Ya budur, ya budur. Tamamlıq işlənmiş deyil. Yaxşı insanlara layiqincə qiymət verək. Kimə? İnsanlara. Aha ilə burada D variantıdır. Çünki xəbəri əmr şəklindədir, ver, şəxs onluğudur. Burada da tamamlıq gördük və salam. Bir qrup həkim təltif edilsin. Təltif edilsin kim? Həkim. Nə qədər bir qrup həkim? Bu, yəni burada nədir? Numerativ sözdür. Bu da bununla bərabər gedəcək, təyin olacaq. Burada tamamlıq yoxdur. Hansı cümlənin tərkibində fərqləndirilmiş sözlər eynilik hissəsinə aid deyil? Nə dərin suya gir, nə Xıdır Nəbinin, nə də sadalamsa bağlayıcıdır. İkisi də bağlayıcıdır. Bir kəndin ki, kidən əvvəl nöqtə qoya bilmirəmsə, söz fikir bitmirsə, bu ədatdır. Mümkündür, özündən əvvəl fikir bitir, nöqtə qoya bilirəmsə ki, burada bağlayıcıdır. Cavab B-dir. Bir sözünə 2 ilə əvəz edə bilmirəmsə, başqa sayla əvəz edə bilmirəmsə, ədatdır. O gəlsə daş ilə, get aş ilə, sadalanıb ilə varsa qoşmadı ikisi də. Toyuğu da, xoruzu da sadalanıbsa bağlayıcıdır. Cavab olur B bəndi. Hansı cümlədə əlavə tamamlığa aiddir? Uzaqlara heç kimin əlinin çatmadığı bir yerə getmək istəyirdi. Hara getmək istəyirdi? Uzaqlara, yəni hansısa bir yerə. Bu zərflikdir. Talada rastlaşdığımız qəribə ovçu çayın sahilində yaşayırdı, meşəlikdə. Harada? Çayın sahilində. Burada zərfliyin əlavəsi var. Mənə gül göndərən qızımdır, yəni ömür çırağımdır. Burada xəbərin əlavəsi var. Füzulinin poeziyasını, Füzulinin poeziyasını araşdırırlar. Yəni nəyi? Xalqımızın
xəzinəsini. Belə cavab D variantıdır. Sənin şəklin uşaqlıq illərinin nişanəsi şəklin məndədir. Uşaqlıq illərinin nişanəsi. Bu mübtədadır. Cavab oldu nə variantı? D variantı. Səhv yazılmış sözlərdəyik. Deməli, hüsnxət 1, hüsnxət, rəsmxət 1 T-dır. Bu düz yazılıb. Aşpaz P-dır, səhv yazılıb. Mükalimə düzdür. Tərxis olmalıydı. Həcmlidə i yoxdur. Hipnoz yox, hipnoz olacaq. Deməli, gigiyena düz yazılıb. Şiriniyat yox, şirniyat olacaq. Şirniyat. Belə olacaq. Həkəndaz olacaq. Haray həşir düzdür, heyif düzdür, güzəştsiz düzdür, iməcəlik düzdür, korrupsiya olacaq, mikromühit. Nəysə, burada cavab C-dir. O əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. O avtobusda, hansı avtobusda? Burada qoyulmayacaq. O oxuyarkən feili bağlama gəlib qoyulmayacaq. Kaş ədatı gəlib qoyulmayacaq. O məsələni həll edə bilməmişəm, mən edə bilməmişəm, bu mübtədası yoxdur bunun, bu ancaq təyin olacaq. O qızı yamanca, o danladı, kim o, bir də hansı qızı, o qızı. Onda qoyulmayacaq, bir halda qoyulacaq. Deməli, bizə deyir ki, nə et sualını verib doğru fikri nəzərə alacaq, yəni feylə. Bu zaman nə et dediyinə görə burada bişməkdən bişirmək, feil düzəltmədir və əmr şəklindədir. Əgər burada nə edir sualını versəydi, orada bişir nə edir? İndiki zamanda olacaqdı və ana mübtəda olacaqdı. Ana xörək, daha doğrusu özü ana xitab olacaqdı. Xörək özü bişir. Deyir, mübtəda və xəbər arasında uzlaşma əlaqəsi gözlənilir. Deməli, nə et? Anasına göstəriş kimi verir ki, ana gəl indi xörək bişir. Xörəyi bişir. Nə zaman? İndi. Anasına da xitab edir. Burada da bişirmək olacaq. Bu da qeyri-müəyyən təsir. Xeyr, burada mübtəda yoxdur. Adı xalda olan sözlə ifadə olan cümlə üzvü yoxdur. Bəli, bu adı xalda olan sözdür və bu mübtəda deyil, xitabdır. Bu qeyri-müəyyən təsirdir. Bəli, cavab B variantıdır. Xəbər indiki zamanda deyil, əmr şəklindədir. Çünki nə et dediyinə görə o əmr şəklidir. Nə edir desəydi, xəbər indiki zaman olacaqdı. Mübtəda yoxdur burada. Cümlədəki bütün sözlər quruşca sadədir. Xeyr, bişirmək orada düzəltmə feildir. Üzlənmişdirlə bağlı doğrunu istəyir bizdən. Üzdən, üzləmək, üzlənmək, mişdir. Sözün tərkibində 2 leksik, 2 qrammatik şəkilçi var, düzdür. Sözün kökü ilə yarandığı nitq hissəsi indi. Kökü üz ismidir. Üzləmək feilindən üzlənmək düzəlib. Üzük sözü bu sadədir, bu tamamilə başqa bir şeydir, kökləri fərqlidir. Kökü ismindən amonim, kökü üz ismidir. Bu necə üz ismi ilə amonim olar? Kökü üz feili ilə amonimdir. Feili ilə amonimdir. Sözün tərkibindəki şəkilçilər 4 variantıdır. Lalə bəs orada nədir? Lə orada açıq sayt varsa 2 variantıdır. Ona görə bu səhvdir. Cavab olur A variantı. Uğurlar uşaqlar. Ümid edirəm ki, faydalı olar.